Salam izləyicilər. Bu videoda 17 may 2026-cı il tarixində keçirilən OTK sınağının izahını paylaşacağım. Video 33 sualdan ibarətdir. Birinci və dördüncü qrupu əhatə edir. Xatırladım ki, bugün keçirilən güvən nəşriyyatın sınağını da 10-11-ci siniflər üçün paylaşmışam. Və bu video izahdan əlavə həm də təhlil videosu olacaq. Ona görə diqqətli şəkildə izləyin. Mən sualın doğru cavabını deməkdən əlavə, yəni digər variantlar haqqında da fikir bildirəcəm. Beləcə ümumi təkrar eləmiş olasınız. Qəbula 3 həftə qala belə izahlar sizin üçün faydalı olacaq. Xatırladım ki, kanalda birinci, ikinci hissənin ümumiləşmə videoları var. Həmçinin yaza biləcəyiniz yetərincə test izahı paylaşmışam. İzləyə biləcəyiniz. Orada modellər, sonra qəbullar, dim sınaqları və özümün hazırladığım sınaqlar da var. Açıqlamada linki yerləşdirəcəm. Başlayaq. Yayın sərtliyini hansı cihazların köməyi ilə təyin etmək olar? Buradan elastik qüvvəsinin düsturunu yazsaq, F bərabərdir K delta X-dir. Burada delta ilə yazmaq istədim. Eyni tür yaza bilərik. Biz buradan K-nı tapanda K bərabərdir F bölünsün delta X-ə ya da delta ilə. Deməli, menzurka deyil, menzurka həcm ölçən cihazdır. Ariometr sıxlıq ölçən cihazdır. Manometr təzyiq ölçəndir. Burada dinamometr və ölçü lentidir. Cavab 2 və 4-dür. Yəni, əgər birbaşa ölçən cihazı yoxdursa, düsturuna baxırsınız. Məsələn, kinetik enerjinin düsturunu bilirsiniz ki, Y kinetik bərabərdir mv kvadrat bölü 2-dir. Kinetik enerjini birbaşa ölçən cihaz yoxdur, amma spidometr və tərəzi ilə təyin etmək olar. 32. Naqili müqamətin temperaturdan asılı qrafiki verilib, müqamətin temperatur əmsalını hesablayın. Deməli, bilirik ki, metalları qızdıranda müqamət xətti qanunla artır. R0 vurulsun 1 plus alfa vuraq delta T'dir. Bu ifadədən əgər alfanı tapsaq, alfa bərabərdir. R çıxılsın R0 bölək R0 vuraq T'yə. Kəmiyyətləri yerinə qoyanda 5,2 çıxılsın 5 bölünsün 5 vurulsun 10'dur. Deməli, 5,2-dən 5-i, yəni R çıxaq R0, 5,2-dən 5-i çıxanda qaldı 0,2, 0,2 bölünsün, deməli 50. Burada da sürət məxrəci 2-yə vursaq, cavab olacaq 100-də 0,4 ya da 0,1000-də 4. Kelvin üstü -1. C bəndi. 33. Sarğaçda cəryan 6-dan 2-yə qədər düşdükdə maqnit sahəsinin enerjisi 32 azalarsa induktivli hesablayın. Çox önəmli suallardandır. Qəbula tam da gələ biləcək maqnit sahəsinin enerjisinə aid bir sualdır. Bilirik ki, W bərabərdir L I kvadratı bölünsün 2-dir. Enerji 32 azalıbsa yazıram W1 çıxılsın W2. Bu bərabər W1-in yerinə L I1-in kvadratı bölü 2 çıxılsın L I2-nin kvadratı bölü 2. L bölü 2'ni çıxartdım mötərizə xaricdən, mötərizənin içində qaldı i1-in kvadratı çıxaq i2-nin kvadratı. Bu bərabərdir 32-yə. Buradan L bərabərdir 2 vurulsun 32 bölünsün bunların kvadratlar fərqinə. Yəni 6-nın kvadratı 36 çıxaq 2-nin kvadratı 4. 32 ilə 32-ni aparanda cavab qaldı 2 Henry. İnduktivlik ilə 2 Henry'yə bərabərdir. Ümumiyyətcə, maqnit sahəsinin enerji düsturlarına baxsaq, maqnit sahəsinin 3 enerji düsturu var. W bərabərdir ən çox işlənən Li kvadratı bölü 2, sonra Fi kvadrat bölü 2L və İfi bölünsün 2-dir. Ümumiyyətcə, bu enerji düsturları hər il demək olar qəbula düşür. Amma nəyə diqqət eləmək lazımdır? Biz hər hansısa bir üsulla cəryan şiddətini tapıb ən çox gətirib birinci düsturda yerinə qoyuruq. Burada isə dəyişmə olduğuna görə, yəni azalma olduğuna görə L1-in kvadrat bölü 2 çıxaq L2-nin kvadrat bölü 2-ni bərabər elədim 32-yə. 34. Hansı ifadələr doğrudur? Kapillərdə qalxan mayenin kütləsi. Deməli, mayenin kütləsinin düsturunu yazanda M bərabərdir 2 pi R sigma bölünsün J'dir. Ya da ki, P'də vurulsun sigma bölünsün J'dir. Burada nəyə baxırıq? Kapillər borunun radiusu ilə düz mütənasibdir, doğrudur. Kapillər radiusu ilə tərs mütənasib asılıdır, bu yanlışdır. Bu 3 olanları buradan atıram. Mayenin növündən asılıdır. Buradakı sigma səthi gərilmə əmsalıdır. Səthi gərilmə əmsalı yalnız mayenin növündən asılıdır. Sigma mayenin növündən asılı olduğuna görə eyni ilə deməli qalxan mayenin kütləsi də növdən asılı olmuş olacaq. Yəni sigmadan asılı olduğuna görə. Çünki sigmanın içərisində olduğuna görə onun asılı olduğu kəmiyyətlərdən
Deməli, kütlə də asılı olmuş sayılacaq. Ona görə də cavab 1 və 2-dir. Buradakı sigma səthi gərilmə əmsalı, səthi gərilmə əmsalının vahidi Newton bölünsün metrdir. Mayenin növündən və temperaturdan asılıdır. Temperatur artdıqca səthi gərilmə əmsalı azalır. Və bu ildə qəbula səthi gəlmə ilə bağlı sual gəlmə ehtimalı çoxdur. Hansı tip sual gələ bilər? Təsəvvür edin, sizə bir maye səthi verər. Belə bir maye səthi düşünək. Bu maye səthinə müəyyən bir cisim toxunur. Bu cismi yuxarı çəkmək üçün lazım olan qüvvə iki qüvvənin cəmi olacaq. mg və sigma n. Yəni səthi gərilmə ilə ağırlıq qüvvəsinin. 35. Durğun sudakı sürəti 6 olan kater çayın axınına qarşı hərəkət edərək 120 metr məsafəni 30 saniyədə qət edir. Çayın axın sürətini hesablayın. Axına qarşı getdiyinə görə buradan yazıram ki, öncə V kater çıxılsın, V çay əks sonda çıxılır. Bərabərdir 120 bölünsün 30. 120 30-a böləndə bu verdi 4. Buradan da katerin sürəti 6 olduğuna görə deməli çayın sürəti 2 metr bölək saniyədir. 36. Euler-Venn diaqramda uyğun bəndləri müəyyən edin. Beta şüalanma və beta mənfi şüalanma və qamma şüalanma. Nüvənin yük ədədi dəyişmir. Yük ədədi yəni sıra nömrəsi dəyişmir deyir. Bu qamma çevrilməyə aiddir. Birinci buradadır. Nüvədə neytronların sayı 1 vayda azalır. Neytronların sayı 1 vayda azalırsa bu beta mənfi çevrilməyə aiddir. Nüvənin kütlə ədədi dəyişmir. 3 hər ikisinə aiddir. Nüvədə protonların sayı dəyişmir. Protonların sayı dəyişmirsə bu qamma çevrilməyə aiddir. Element yerini dövrü sistemin sonuna doğru bir xana dəyişir. 5 də buradadır. Deməli birinciyə getdi. 2, 5. İkinciyə getdi. 1, 4. Üçüncüyə isə sadəcə 3. 2, 5, 1, 4 və 3. Burada məsələ nədir? Ümumiyyətcə, beta mənfi çevrilmədə nüvədəki neytronlardan biri neytron 0,1 çevrilir proton 1,1-ə və elektron seli yaranır. Element dövrü sistemin sonuna doğru bir xana yerin dəyişir beta mənfi çevrilmədə. Yəni çevrilir Y, Z üstəgəl 1 üstəgəl A-ya, burada da elektron mənfi 1, 0. Qamma çevrilmədə isə nə yük nə də kütlə ədədi dəyişmir. Ona görə də bu kütlə ədədi dəyişməsi 3 hər ikisinə aiddir. Yəni Euler-Venn diaqramında ortaq götürə bilirik. Bu elə tam da toplumun sualıdır. 37. Bircə elektrik sayəsində 1, 2, 3 nöqtələri üçün hansı ifadələr doğrudur? Deməli, bircə elektrik sayəsində bütün nöqtələrdə E-lər bərabərdir. E1 bərabərdir, E2 bərabərdir, E3-dür. Ona görə buna bircə elektrik sayəsi deyirik. Yəni E-lər bərabərdir. 1, 2 ilə və yaxud da 2, 3 ilə bərabər olacaq. Ona görə 1 və 2 olan cavabları buradan kənarlaşdıraq. Beləcə doğru cavab alınır. Filərə baxanda isə müsbətdən uzaqlaşdıqca fi azalır ya da ox istiqamətdə getdikcə artır. Ox istiqamətdə getdikcə azalır. Deməli yazırıq fi 1 bərabərdir fi 2 və böyükdür fi 3-dən. Deməli fi 2 böyükdür fi 3-dən. Bu yanlışdır. Fi 1 bərabərdir fi 2 bu doğrudur. 2 ilə 3-ü bərabər götürüb bu yanlışdır. Cavab 3 və 4-dür. 38. Qravitasiya sabitin vahidinin əsas vahidlərlə ifadəsi hansıdır? Qravitasiya sabitini tapmaq üçün birinci ümumdünya cazibə qanunu xatırlamalıyıq. F bərabərdir, J vurulsun, M1, M2 bölünsün R kvadratı. Burada qarışdırmamız gerəkən bir şey də var ki, bir də var qravitasiyasının intensivliyi, bir də qravitasiya sabiti. Qravitasiya sabiti böyük şeydir, heç nədən asılı deyil. Düstur olaraq F vuraq R kvadratı bölünsün, M1 vurulsun, M2'dir. Yəni Newton vurulsun metrin kvadratı bölünsün kiloqramın kvadratıdır. Bu da Newtonun yerinə kiloqram metr bölək saniyə kvadratı yazanda kiloqramlardan biri gedir, qalır metr kubu bölək kiloqram vuraq saniyə kvadratı diye bəndidir. 39. Sabit temperaturda ideal qazın təzyiqinin həcmindən asılılıq diaqramı əsasən qazın kütləsinin artdığı hissələri müəyyən edin. Bunu müəyyən etmək üçün PV bərabərdir. NüRT düsturunda nünü də açsaq, kiçik M böl böyük M RT. Bu ifadədən deməli M-i tapsam, M bərabərdir. PVM bölünsün RT-dir. Yəni qısacası buradan görürəm ki, kütlə artması üçün təzyiqin və həcmin artmağı lazımdır. Ona görə 1 4-dən 1-ə olan hissədir. Burada həcm sabit, təzyiq artır. Təzyiqin artması səbəbi ilə kütlənin artmağıdır. Bir də ki, 1 2-dir.
4, 1 və 1, 2. 1, 2 və deməli 4, 1 və 1, 2 Y variantıdır. Yəni yenə qeyd edirəm, kütlə üçün bu düsturu aldıq. Bu izoproses sayılmır. Çünki bir izoprosesdə yalnız P və T-dən biri sabit olar. İkincisi izoproses olmaq üçün kütlə dəyişməməlidir. Çünki bütün izoproseslərdə kütlə sabitdir. Məsələn 4-dən 1-ə baxıram, həcm sabit, temperatur sabit, amma təzyiq artır. Təzyiq nətər arta bilər? Kütlənin artmağı ilə. Çünki P-ni tapanda P bərabərdir MRT bölünsün, V vurulsun M-dir. Yəni təzyiq kütlədən düz asılıdır. 40-cı sual. Cisim 0,2 saniyə üstü mənfi tezliklə radiusu 3 olan çevrə üzrə bərabər şəkildə hərəkət edir. 12,5 saniyə müddətində onun yer dəyişməsini hesablayın. Deməli, öncə buradan periodu tapsaq, T bərabərdir 1 bölünsün N, 1 bölünsün 0,2, bu da bərabərdir 5 saniyə. Periyod 5'dir. 12,5'te neçə dövr edər? Burada dövrlərin sayını tapanda n bərabərdir. Kiçik t bölünsün böyük t'dir. Yəni 12,5 bölünsün 5. 12,5'i 5'e böləndə cavab oldu 2,5. 2,5 dövr eləyir. Tam hissədə yer dəyişmə 0'dır. Burada elə yer dəyişmə olacaq 2R. 2 vurulsun 3. Cavab 6 metr. 41. Doyan su buxarının həcminin temperaturdan asılılığı verilmişdir. 1-2 keçid zamanı doyan buxarın sıxlığı və kütləsi necə dəyişər? Prosesə baxsaq, bu izotermik sıxılmadır. Doyan buxar üçün izotermik prosesdə sıxlıq sabit olur, konsentrasiya sabit olur və təzyiq sabit olur. Ona görə sıxlıq dəyişməz. Amma sıxılma olduğuna görə buradan n bərabərdir rho v düsturuna görə həcm azalırsa doyan buxarın kütləsi azalır. Ona görə də dəyişməz və azalar cavab D bəndidir. Yenə qeyd edirəm, burada söhbət doyan buxardan gedir. Doyan buxar izotermik prosesdə sıxlığı, təzyiqi, konsentrasiyası sabitdir. Ona görə sıxlıq dəyişmir. Amma həcm azaldığına görə buxarın kütləsi azalır, suyun kütləsi isə artır. 41. Bu hər halda sırasında biraz problem olub. 42-ci sual idi. 41-ci sual. Harmonik rəqsdən cismin koordinatın zamanlamasını qraf vermişdir. Bu cisim 48 cm yolu hansı müddətdə gedər? Öncə bunun perioduna baxırıq. T bərabərdir 0,2 saniyədir. Və bir periodda gedilən yol 4x maxa bərabərdir. Buradan yazıram L bərabərdir 4x max vurulsun N. O da bərabərdir 4 amplitude vurulsun T böl T'yə. Bu ifadədən zamanı tapsam T bərabərdir. Deməli L vurulsun T bölünsün 4x maxa. L'in yerinə 48, T'nin yerinə 0,2, aşağıda isə 2 vurulsun 4. 2 dəfə 4'üm 8, bu 48 8'də böləndə 6, 6'nı da vururam 0,2'yə cavab 1,2. Bir periyodda 4 amplitud qədər yol gedilir. Məsələn, belə bir qrafik verib sizdən Vmax istəyə bilər. Vmax bərabərdir Xmax vurulsun omeqadır. Omeqanı da 2pi bölünsün T ilə tapacağın. Yəni 2pi bölünsün 0,2. O da bərabərdir 10 piyə. 43. Sabit maqnit və keçirici kontur verilmişdir. Hansı halda konturda induksiya cəryanı yaranır? Deməli, bu əslində dim sınağına düşən suallardan biridir. İnduksiya cəryanının yaranması üçün maqnitin və deməli halqanın bir-birinə yaxınlaşması və ya uzaqlaşması lazımdır. Məsələn, sükunətdə olan sabit maqnitə yaxınlaşdırdıqda, kontura sabit maqnit yaxınlaşdırdıqda yaranır. Bir yaranardı. Burada üzərindən xətt çəkməyim. Doğruları götürəcəyim. Bir də yaranır. Sükunətdəki maqniti kontura yaxınlaşdıranda yenə yaranır. Kontur və maqniti eyni sürətlə sağa aparsaq və yaxud eyni sürətlə sola aparsaq, artıq dəyişiklik olmadığına görə induksiya cəryanı yaranmır. Çünki epsilon i'nin düsturunu yazmışdıq ki, mənfi delta fi böl delta t. Yəni induksiya cəryanının yaranması üçün maqnit selinin dəyişməsi lazımdır. Dəyişdikdə yaranır. Məsələn, təsəvvürləyin belə bir kontur var və belə bir maqnit. Kontur yerində qalıb maqniti buna yaxınlaşdırırıq. Biz burada induksiya cəryanını necə təyin edirdik? Yaxınlaşma da buradan görünür. Birinci bunun xarici maqnit sayəsinin xətlərini çəkirik. N-dən çıxan xətlər. Bunu kəsdi, keçdim.
Daha sonra yaxınlaşdığına görə delta fi böl delta t, yəni maqnit selinin artdığını görürük. Maqnit seli artırsa lens qaydasına görə epsilon kiçikdir sıfırdan və induksiya B-si əsas B-nin əksinə yönəlir. Yəni bu əsas B-ləri idi, induksiya B-ləri isə bunun əksinə oldu. Mən əsas B-nin mavi rəngdə götürürüm, çünki xətləri də mavidir. Sonra bu B induksiyadan istifadə edib sağ ivli burğu qaydasını işlədirik. Necə? Halqanı tuturuq sağ əlimizin içində, elə tuturuq ki, 4 barmaq bu xətti göstərsin. Bunu göstərəndə baş barmaq göstərir bu istiqamətdə, yəni bütöv halqada induksiya cəryanı yaranır. Halqa ilə maqnit nə qədər bir-birinə sürətlə yaxınlaşarsa ya da uzaqlaşarsa, yəni dəyişiklik nə qədər çox olarsa, o qədər də induksiya heqesi çox olar. Çünki mən epsilon i-nin modulunun delta fi böl delta t-dən asılılığına baxsam, düz asılıdır. Dəyişiklik sürəti nə qədər çox olarsa, o qədər çox yaranar. Əgər bunlar eyni sürətlə sağa aparılsa və yaxud da eyni sürətlə sola aparılsa, həmin halda induksiya cəryanı yaranmaz. Dim sınağının sualıdır. 44. Hansı ifadələr doğrudur? Verilmiş dövrdə bateriyanın qütblərinin yerini dəyişdikdə qarşılıqlı təsir qüvvəsi artar. Birinci, bu naqil arasında qarşılıqlı təsir qüvvəsi deməli F bərabərdir. K' vurulsun. I1, I2 bölək R-dir. Yəni cəryan dəyişmədiyi müddətcə, məsafə dəyişmədiyi müddətcə dəyişməz. Cəryan şiddəti artar. Cəryan şiddəti artmaz burada, çünki müqavimət dəyişmir. Mn və Kl naqil arasında qarşılıqlı təsir qüvvəsi azalar, qüvvə azalmaz. Cəryanın istiqaməti dəyişər, bu doğrudur. Niyə belədir? Çünki hazırda cəryan müsbətdən mənfiyə gəlir, cəryan M-dən NH gəlir, buradan dönür, L-dən K-ya gedir. Amma qütblərin yerini dəyişsək, yəni buranı mənfi, buranı müsbət götürsək, artıq cəryan bu formada gələcək. Ona görə Mn naqilində cəryanın istiqamət dəyişər, doğrudur. Qüvvənin istiqaməti isə dəyişməz, çünki hər iki halda bunlarda cəryan, yəni M-də, Mn ilə K-də cəryan əks yönəlir. Əks yönəldiyinə görə bir-birlərini itələyirlər. 45. Şəkildə göstərilmiş bloklardan yüklər tarazlıqdadır. İpin zərbə sözünə tətbiq olunan qüvvələri bərabər olarsa, yüklərin kütlələri arasında hansı münasibət doğrudur? Deməli, birincidə baxıram ki, birinci sistem qüvvədə qazanc vermir. Ona görə də F bərabərdir M1J-yə. Ya da ki, buradan M1 bərabərdir F bölünsün J. Bu birinci sistemin kütləsi. İkinciyə baxıram. İkinci sistem qüvvədə 2 dəfə qazanc verir. Bura F-dirsə, bura da F-dir. Ona görə yazıram 2F bərabərdir M2J'yə. Yəni M2 bərabərdir 2F böl J. Buradakına baxsam, burada da F qüvvəsi və eyni cürdür. Ona görə M3 də bərabərdir 2F bölək J'dir. Onda 1 kiçikdir, 2 ilə 3 bərabərdir. Deməli, M2 bərabərdir M3 və böyükdür M1-dən. Yəni, birin kütləsi az olacaq. Çünki biz tərpənməz blokla, məsələn, 100 Newton qüvvə tətbiq edəndə 10 kiloqramı qaldıra bilirik. Amma tərpənən blokda 100 Newton qüvvə ilə 20 kiloqramı qaldırırıq. Burada da qüvvələr eynidir. Ona görə kütlələri müqayisəsində 1 ilə 3 bərabər və böyükdür. Daha doğrusu 2 ilə 3 bərabər və böyükdür 1-dən. 1 kiçikdir, 2 ilə 3 bərabərdir. Bu bənd. 46. Diffraksiya qəfəsi üzərinə normal istiqamətdə düşən yaşıl işığı ekranda müəyyən nöqtədə birinci tərtib maksimum alınmışdır. Yaşıl işığı hansı işıqla əvəz etdikdə həmin maksimum verən şüanın meyl bucağı artar. Burada meyl bucağının düsturunu yazanda sinüs fi bərabərdir K lambda bölünsün D-dir. Yəni meyl bucağı dalğa uzunluğundan düz asılıdır. Sinüs fi lambdadan düz asılıdır. Və burada meyl etməni göstərmək üçün belə bir şəkil çəkəcəm. Deməli, birinci bunun üzərinə düşən şüalardan ən çox meyl edən qırmızı rəng olacaq. Qırmızı rəng buradadır. Sonra narıncı gələcək. Daha sonra sarı. Sonra yaşıl. Mavi. Göy və bənövşəyi. Yəni ən çox meyl edən hansıdır? Ən çox meyl edən qırmızı rəngdir. Bizə deyir ki, yaşıl işıqdır. Yaşıldan çox meyl edən hansılardır? Qırmızı, narıncı, sarı. Ona görə burada bir sarı rəng götürəcəyim. Bir də
qırmızı rəngi götürəcəyin. Bu mavi ilə bənövşəyi yaşıldan içəridədir. Onlar yaşıldan daha az meyl edirlər. Bizə isə deyir ki, meyl bucağı artsın. Meyl bucağı artmaq üçün dalğa uzunluğunu artmaq lazımdır. Çünki dalğa uzunluğu düz asılıdır. Yaşıldan da dalğa uzunluğu böyük olan qırmızı və sarıdır. Narıncı da ola bilərdi. Ümumiyyətlə difraks qəfəsinin düsturu çox önəmlidir. Bu il yəqin ki, buradan sual gələcək. Burada düsturda D difraks qəfəsinin periodudur. Heç nədən asılı deyil. D bərabərdir. L böl N-dir. Əsas düsturumuz D sinus fi bərabərdir K lambdadır. 47. Enerjiləri E2 bərabər 2E1 olan fotonların impuls, tezlik və dalğa uzunluqları üçün hansı münasibətlər doğrudur? Deməli, fotonun enerjisini, burada impulsuna baxsaq. Y bərabərdir, daha doğrusu enerjisinə baxanda Y foton bərabərdir H növ. Yəni enerjisi böyük olan tezliyi də böyükdür. Əgər E1 bərabərdir, E2 bərabərdir 2Y1-dirsə, buradan alıram növ2 bərabərdir 2 növ1-ə. Yəni ikincinin tezliyi birincidən 2 dəfə çoxdur. Dalğa uzunluğuna baxanda enerjinin digər bir düsturu Y bərabərdir HC bölünsün lambdadır. Enerji dalğa uzunluğundan tərs asılıdır. Deməli, lambda 1 bərabərdir 2 lambda 2-dir. Birincinin dalğa uzunluğu ikincidən 2 dəfə çoxdur. Lambda 2, 2 lambda 1 bu yanlışdır. İmpulsuna gəldikdə isə fotonun impulsu P bərabərdir. Deməli, Y bölünsün C, o da bərabərdir. H bölünsün C-dir, ya da H bölünsün lambdadır. Yəni, dalğa uzunluğu artanda azalır, ya da tezlik artanda artır. Ona görə ilə ikincinin impulsu da birincidən 2 dəfə çoxdur. Cavab 1 və 4-dür. İmpulslar bərabər deyil. Birincinin də tezliyi böyük deyil. 48. Yüklənmiş kondensatorun mənbədən ayrılıb, köynəklər arasında dielektrik daxil etdikdə onun xarakterizdən hansı fiziki qiymətlərin qiyməti azalır? Birinci, yüklənmiş mənbədən ayrılıb deyirsə, deməli, Q bərabərdir konstantdır. Q dəyişə bilməz. Elektrik yükü burada dəyişməyəcək. Ona görə 3-ün olduğu cavabları buradan atırıq. 3 ola bilməz. 1, 4 və yaxud 2, 4 arasında qalırıq. Enerji azalacaq. Niyə enerji azalır? Çünki burada Q konst olanda Q kvadrat bölü 2 C ilə yazırıq. Bu da verir Q kvadratı D bölü 2 epsilon epsilon 0 S. Yəni lövhələr arasında dielektrik daxilində enerjisi azalacaq. Gəldik tutum məsələsinə. Dielektrik daxilində tutum artır. Çünki W bərabərdir. Daha doğrusu C bərabərdir. Yəni tutumun öz düsturu epsilon epsilon 0 S bölü D'dir. Kondensatorun lövhələr arasında dielektrik daxilində tutum artır. Ona görə 1 olan cavabı da atdıq. Köynəklər arasında potensiallar fərqi gərginliyi azalar doğrudur. Tutum artırsa gərginliyi azalır. Çünki U bərabərdir. Q böl C'dir. Bu da bizə verir. QD bölək epsilon epsilon 0 S. Yüklənərək mənbədən ayrılmış kondensatora baxdıq. Yəni yükü sabitdir. 49. Hansı halda cismin çəkisi artar? Cismin çəkisi artmaq üçün təcilin yuxarı yönəlməyi lazımdır. Lift aşağı bərabər yeyinləşən hərəkətlərində aşağı bərabər yeyinləşəndə təcil aşağıdır. Yuxarı doğru bərabər sürətli, bu da yanlışdır. Yuxarı doğru bərabər yeyinləşən, yuxarı doğru bərabər yavaşlayan, burada təcil azalır, çünki təcil aşağıdır. Cavab çəki azalır, təcil aşağı, cavab yuxarı doğru bərabər yeyinləşəndir. Çünki lift yuxarı gedir, yeyinləşdiyinə görə təcil də yuxarıdır. Burada P bərabərdir, M, J üstəgəl A yazırıq. Çəkinin artması üçün, normaldan çox olmaq üçün, yəni MC-dən çox olmaq üçün təcilin yuxarı olmağı lazımdır. 50. Hansı ifadələr doğrudur? Düz xətlər içində cismin sürətinin proyeksiyası zamanlaması qrafiki göstərilmişdir. Birinci hissədə təsir edən qüvvənin əvəzləyicisi sıfıra bərabərdir. Bu yanlışdır, çünki birincidə bərabər yeyinləşən enerjidir. Proyeksiyası müsbətdir. Bu doğrudur, çünki sürət qrafiki yuxarı gedirsə, deməli qüvvə müsbətdir. İkinci hissədə bərabər yeyinləşən yanlışdır. İkinci hissədə bərabər sürətlidir. Üçüncü hissədə əvəzləyici qüvvə hərəkət istiqamətinin əksinə yönəlib. Bu da doğrudur. Cavab 2, 4-dür. 51. Cisim bərabər sürətlə şaqıl yuxarı qaldırılır. Bu müddətdə onun potensial və kinetik enerjisi. Deməli, V bərabərdir konstant olduğuna görə bərabər sürətlə kinetik enerji dəyişmir. Çünki kinetik enerjinin düsturunu bilirik ki, M V kvadratı bölü 2-dir. Potensial enerji isə MGH-dır. Yuxarı qaldırıldığına görə, yəni H artdığına görə potensial enerji artır. Tam enerji də artır. 52.
İpdən asılmış kub maya daxilində tarazlıqdadır. K kranı açılarsa krandan su töküldüyü müddətdə mayenin kubun alt üzünə etdiyi təzyiq qüvvəsi və ipdəki gərilmə qüvvəsi necə dəyişər? Necə dəyişər? Deməli, burada məsələ nədir? Bu sualın bir bənzərini mən özüm əlyazma sınağımda hazırlamışdım və paylaşmışdım onu sizlə. O daha çətin idi əslində. Öncə burada gərilmə qüvvəsinin düsturunu yazanda T bərabərdir mg çıxılsın F arximetdir. Və su bura çatana qədər kran çünki buradadır. Bura qədər su töküləcək. Su bura çatana qədər cisim sudan çıxmadığına görə gərilmə qüvvəsində bir dəyişiklik olmaz. Çox maraqlı hazırlanıb. Burada gərilmə qüvvəsi niyə dəyişmir? Çünki su hələ cismin səthinə çatmayıb. Yəni hər iki halda çünki krandan su bura qədər boşalacaq. Kranın səviyyəsinə görə baxıram. Dibinə qədər boşala bilməz. Cisim yenə suyun içindədir. Ona görə gərilmə qüvvəsi dəyişməz. Amma suyun qabın dibinə göstərir təzyiq qüvvəsini tapanda F təzyiq bərabərdir rho J H S-dir. Yəni hündürlük azaldığına görə azalacaq. Azalar və dəyişməz D bəndidir. Gərilmənin dəyişməməyi çox önəmli nüansdır burada. Çünki cisim hələ də sudan çıxmayıb. 53. Rəqs konturunda elektrik sayısının enerjisi maqnit sayısının enerjisindən 3 dəfə böyük olanda cəryan şiddəti 0,3-dür. Maksimum qiymətini hesablayın. Önəmli suallardandır. Bu da yenə əlyazma sınağımda uşaqlara işlətdiyim suallardandır. Buradan nəyi yazacağam? Birinci yazıram ki, W tam bərabərdir W elektrik üstəgəl W maqnitə. Və bizə nə deyir? Elektrik sayısının enerjisi maqnit sayısının enerjisindən 3 dəfə böyükdür. W elektrik bərabərdir 3W maqnitə. Bunu nəzərə alsam, buradan yazıram ki, bu nəyə bərabərdir? 4W maqnit. Və tam enerjinin yerinə L Imax'ın kvadratı bölü 2 yazıram. Bu bərabərdir 4 L kvadratı bölü 2. Hər tərəfdən L bölü 2'ləri ixtisar aparanda alıram Imax'ın kvadratı bərabərdir 4 I kvadratı və yaxud Imax bərabərdir 2I. I verilib 0,3, cəryan şiddəti verilib 0,3 amper. Onda 0,3'ü də 2'yə vururam. Cavab 0,6 amper. Deməli, bu 0,6 kvadratı 0,36, 0,3'ün kvadratı 0,9, çıxanda 0,27 verir. Yəni, nisbəti 3'dür. Ümumiyyətcə, bu enerji ilə bağlı sualları belə əlaqələndirib tam enerjinin düsturuna gətirmək daha məqsədə uyğundur. 54. Hansı ifadələr doğrudur? Sabit temperaturda verilmiş kütləli bir atom ideal qaz xarici qüvvələr üzərində 160 joule iş görür. Bu prosesdə. Deməli, sabit temperaturda T bərabərdir konstantdır, yəni izotermik prosesdir. Qaz müsbət iş görür. O deməkdir ki, həcm artır. Bu işi nəyin hesabına görüb? Xaricdən aldığı istilik miqdarı, yəni qaz 160 joule istilik miqdarı alıb. Bu doğrudur. Qaza 400 joule istiliyi alıb. Burada sabit temperatur olduğuna görə bu yanlışdır. Qazın daxil enerjisi dəyişmir, doğrudur. Daxil enerji 160 azalır, yanlışdır. Qazın həcmi azalır. Baxın, burada qaz xarici qüvvələr üzərində iş gördüyünə görə qazın həcmi azalır, yanlışdır. Çünki qaz müsbət iş görürsə, bu olur izotermik genişlənmə. Qazın sıxlığı dəyişmir, bu da yanlışdır. Cavab sadəcə 1,3'dür. 55. Qapalı dövrədə cəryan şiddətinin xarici müqamətdən asılı qrafiki verilmişdir. Mənbəyin daxili müqamətini hesablayın. Deməli, burada baxırıq ki, müqamət 4 olanda cəryan şiddəti olub 2i0, 10 olanda isə, daha doğrusu, 10 olanda isə i0. O da belə bir şey yazıram. İ'nin düsturunu yazanda i bərabərdir epsilon bölək tam dövrə üçün ohm qanununa görə epsilon bölək kiçik yer üstəgəl böyük yerdir. İ'lərin nisbətin, yəni yazıram ki, 2i0 bölünsün i0 r-dən tərs asılıdır. Bərabərdir 10 üstəgəl r bölünsün 4 üstəgəl r. Bu bərabərdir 2'yə. Bunu çarpaz vuranda buradan alıram ki 10 üstəgəl r bərabərdir 8 üstəgəl 2r-ə. Buradan da r bərabərdir 2'yə. Burada sadəcə tam dövrə üçün ohm qanunundan istifadə edirik və baxdıq cəryan şiddəti tam müqamətdən tərs asılıdır. Ona görə də 2i0 bölü i0'ı yazdım.
10 üstə gəlir, bölünsün 4 üstə gəlir. Nisbətə bərabərləşdirdim. 56. Transformatorun birinci dolağında gərginlik 135 volt, ikinci dolağın uclarında gərginlik U olur. Birinci dolağı həmin U qədər gərginliyə qoşduqda isə ikinci dolaqda 15 o gərginlik olur. Transformasiya əmsalını hesablayın. Deməli, K dəyişməyəcək. U1 bərabər U1 bölünsün U. Bu bərabərdir. K'dır. Yəni 135 bölünsün U. İkincidə isə deyir ki, birinci dolağı U qədər gərginliyə qoşanda 15 olur. Deməli, bir də K bərabərdir. Artıq U bölünsün 15'dir. Bu ikisini bir-birinə bərabərləşdirir. Çünki ikisi də K'dır. Yəni 135 bölünsün U bərabərdir. U bölünsün 15'ə. Buradan U kvadratı bərabərdir. 15 vurulsun 135'ə. Və buradan deməli kök alsam, əslində 135 ilə 15'ə bölünür. 9 eləyir. Ona görə bunu yaza bilərəm. 15 vurulsun, 15 vurulsun 9 kimi və buradan U bərabərdir. Kök altdan 15 vuraq, 15 vuraq 9. Buradan çıxır 15 vuraq 3. Cavab 45'dir. Deməli, burada da U-nun tapdıq. 45 və transformasiya əmsalını tapanda K bərabərdir. Məsələn, U1 bölünsün U, yəni 135 bölünsün 45. 135 də 45'ə böləndə cavab olur 3. Transformasiya əmsalı 3'dür. 45'i 15'ə böləndə də 3 olacaq. Bu alçalıcı transformatordur. Yəni giriş gərginliyi çıxış gərginliyindən böyükdür. Maraqlı düşünülmüş sual idi bu da. Riyazi bir şeydi, amma maraqlıdır. 57. Düz xətlər çidən cismə təsir edən qüvvələrin əvəzləyicisi işi ilə sürtünmə proyeksiyası zamanlastlığı arasında uyğunluğu müəyyən edin. Əvəzləyici sürətin proyeksiyası. Əvəzləyici qüvvənin işi müsbətdir. Əvəzləyici qüvvənin işi müsbətdirsə, orada sürət artır. Kinetik enerji haqqında teorimə görə ona görə 1'ə gedir A və C bəndi. Sadəcə biri x ox istiqamətindədir, digəri isə x oxunun əksinə. Əvəzləyici qüvvənin işi mənfidirsə, burada gedir yavaşlayan hərəkət, yəni B və deməli D bəndi. İşi sıfıra bərabərdirsə, sürət sıfırdır, daha doğrusu sürət sabitdir, 3'ə də gedir C. Yenə deyirəm, bu kinetik enerji haqqında teorimə görə gəlir, çünki A bərabərdir, delta Y kinetikdir. Əgər sürət artırsa, deməli kinetik enerji artır, iş müsbətdir. Fərqi yoxdur, x oxu yoxsa x oxunun əksinə getsin. Burada işarəyə ona görə diqqət eləmək lazım deyil. Çatdıq yazı tipli suallara. Kütləsi 200 qram olan cisim, kiçik cisim üfüqi müstəvidə fırlanan disk üzərində fırlanma oxundan 10 sm məsafədə yerləşir. Cisim diskə nəzərən sükunətdə qalması üçün diskin maksimal tezliyi 4'tür. Koordinat oxları üzərində uyğun ədədi qiyməti qeyd etməklə sükunət sürtünmə qüvvəsinin fırlanma tezliyindən asılı qrafikini qurun. Deməli, burada sükunət sürtünmə qüvvəsinin öncə qiymətini tapsaq, F bərabərdir MA, o da bərabərdir M vurulsun, omega kvadratı R, o da bərabərdir M vurulsun, omeganın yerinə 4 pi, 2 pi'ni qoyanda 4 pi kvadratı N kvadratı R. Qiymətini hesablayaq. Sükunətdə qalması üçün diskin maksimal, yəni maksimal qiymətini hesablayırıq burada. Sükunət sürtünmə qüvvəsinin. Ona görə də və tezlikdən kvadratik asılı olacaq. Sonra isə qopacaq oradan, belə olacaq. Çünki maksimal qiyməti sürüşmə sürtünmə qüvvəsinə gəlib çıxacaq. Bu qiyməti hesablasaq, M-in yerinə 0,2 vurulsun 4, pi kvadratı 10, n 4 saniyə üstü mənfi 1'dir. 4'ün kvadratı 16 vurulsun radiusdakı 10 santimetrdir. 0,1. Bircə saniyə omega kvadratı elde. Bu sadəcə omeganın kvadratıdır. Buradan deməli 0,1 ilə 10'u apardıq. 16'nı 4'ə vuranda bu verdi 64. 64'ü də 0,2'yə vuranda 64'ü vururuq 0,2'yə. Cavab olur 12,8. Burada sükunət sürtünmə qüvvənin maksimum qiymətini hesabladıq. Düstura baxsaq, düstura ayrıca yazıram. F bərabərdir. M vurulsun 4 pi kvadratı
n kvadratı r. Yəni baxırıq ki, tezlikdən kvadratik düz asılıdır. Ona görə sükunət sürtünmənin tezlikdən asılı qrafikini çəkəndə qrafiki sıfırdan başladıb müəyyən bir qiymətə qədər, yəni 4-ə qədər çatdırırıq. Çünki 4-ə çatanda özünün maksimum qiymətini alır. Yəni 12,8, sonra isə sabit qalacaq. Yəni buradan sonra artıq dəyişmir. Niyə dəyişmir? Çünki artıq burada sükunət sürtünmə özünün maksimum qiymətinə çatdı və buradan sonrakı artıq sürüşmə sürtünmədir. Bizə deyir ki, qiymət və sükunət sürtünmə qüvvəsinin fırlanma tezinə asılı qrafiki birbaşa kvadratik qrafiki çəkib burada bitirə də bilərik. Çünki məsələ nədir ki, bizə sükunət sürtünməni istəyir. Bu 4-dən sonra hərəkətə gələcək, artıq sükunət sürtünmə sıradan çıxacaq. 60-cı, 59-cu sual. Klinikada həkim xəstəyə toplayıcı linzadan eynək təklif edir. Xəstə hansı göz qüsuruna malikdir? Cavabınızı əsaslandırın. Bu da bu yaxınlarda paylaşdığım, deməli, təcrübə videolarından biridir. Eynəklərlə bağlı təcrübə paylaşmışdım. Hətta müəllim müəssisə səhifəsində paylaşmışdım. Ona görə də siz çalışın ki, paylaşdığım, deməli, təcrübələri də diqqətli şəkildə izləyəsiniz. Onlara aid də həm situasiya, həm də ətraflı suallar gələ bilər. Short videolarını onları paylaşıram qısa videolar kimi. Deməli, klinikada həkim xəstəyə toplayıcı linzalı eynək təklif edir. Xəstə hansı göz qüsuruna malikdir? Birinci göz qüsurlarından əvvəl bir normal gözdən danışsaq, bilirik ki, normal gözdə kəsişmə harda alınır? Torlu qişada. Yəni, bura bir normal göz çəkim. Biraz linzanı böyük götürək. Daha doğrusu göz bəbəyin ki, tam görmək olsun. Məsələn, bu normal gözdür. Deyək ki, torlu qişa buradadır. Normal gözdə kəsişmə torlu qişada alınır. Yəni gözə paralel düşən şüalar gəlir torlu qişada kəsişirlər. Amma yaxın görmə qüsuru olanda və yaxud uzaq görmə qüsuru olanda bu torlu qişada kəsişmir. Fərqli yerdə alınırlar. Məsələn, bura baxırıq ki, toplayıcı linzalı eynəkdən təklif elədi. Demək ki, bu xəstədə uzaq görmə, uzaq görmə qüsuru mövcuddur. Və bunu aradan qaldırmaq üçün toplayıcı linzalı eynəkdən istifadə olunur. İstifadə olunur. İndi mən burada bu normal gözü bir də çəkim, biraz səliqəli alınsın. İki cür göz çəkəcəm. Bir normal göz, bir də buradakı kimi. Yəni sualda nə demişəm? Sualın cavabında demişəm ki, uzaq görmə qüsuruna malikdir. Çünki uzaq görmə qüsuru olduqda toplayıcı linzalı eynəkdən istifadə olunur. Hətta bunu əsaslandırarsınız ki, kəsişmə torlu qişadan geridə alınır. Məsələn, normal göz çəksək, bu normal gözdürsə, bura paralel düşən şüalar gəlir torlu qişada kəsişir. Yəni bu şüaların kəsişmə nöqtəsi ilə torlu qişadır. Amma burada bizdəki sualdakı kimi, yəni uzaq görmə qüsuru olan göz çəksək, bunu biraz böyük çəkim. Çünki bunun üzərində həm də qeydlər aparacam. Məsələn, deyək ki, torlu qişa buradadır. Bu nöqtədədir. Kəsişmə torlu qişada yox, torlu qişadan uzaqda alınacaq. Yəni, bura düşən şüalar yetərincə sınmadığına görə, gözün optik qüvvəsi normaldan az olduğuna görə kəsişmə geridə alınır. Elə bilin ki, foksu uzanır. Bunu aradan qaldırmaq üçün biz nə edirik? Toplayıcı linzalı eynəkdən istifadə edirik. Yəni, müsbət eynəkdən. Bura bir müsbət eynək taxdıqda, bu eynək şüaları toplayır. Nəticədə kəsişməni gətirib çıxarır torlu qişaya. Və bu uzaq görmə qüsurunu aradan qaldırır. Deməli, yazırıq ki,
Xəstədə uzaq görmə göz qüsuru var. Çünki uzaq görmə qüsuru olanda kəsişmə torlu qişadan geridə alınır. Torlu qişadan geridə alındığına görə toplayıcı linzalı bunu aradan qaldırmaq üçün toplayıcı linzalı eynəkdən istifadə edirik. Çünki toplayıcı linza şüaları normaldan daha çox sındırır bayaqına görə və həmin şüalarda torlu qişada kəsişəcək. Bunu bir növ nəyə bənzədə bilərik? Təsəvvür edin ki, belə bir iki dənə linza götürürəm. Bu birinci səpəci linzadır. İkinci toplayıcı linzadır. Bu ikisinin ümumi optik qüvvəsini tapanda optik qüvvələrini toplayırıq. İndi bizdə də bu qüsurlardan qaldıranda, məsələn, normal gözün optik qüvvəsi olmalıdır 50 dioptriya deyək ki, müsbət, amma bizdə məsələn 48-dir. 48 isə bu olur yaxın, uzaq görmə. Bunu aradan qaldırmaq üçün bir dənə də müsbət 2 eynək taxırıq. Yenə də qeyd edirəm, o videoları izləməyi unutmayın. Qısa videoları. 60. Yaya bağlanmış kütləsi 120 qram olan cisim amplitudu 10 sm harmonik rəqs edir. Cisim 8 saniyədə 4 metr yol gedərsə yayın sərtliyini hesablayın. Deməli, yaylı rəqqasın period düsturundan istifadə edəcəyin T bərabərdir 2 pi kök altda m bölünsün k. Buradan baxıram ki, kütlə verilib, bir dənə periodu tapsam, k-nı təyin edə bilərəm. Və periodu tapmaq üçün yolun düsturunu yazıram. L bərabərdir 4xm vurulsun n. O da bərabərdir 4xm vurulsun kiçik t bölünsün böyük t. Bu düsturdan böyük t'ni tapanda böyük t bərabərdir 4xm vurulsun t bölünsün l. Kəmətləri yerinə qoyuruq. Deməli 4 vurulsun amplitud 10 santimetrdir. Yəni 0,1 metr. Vurulsun zaman 8 və bölünsün 4 metr. Bunlar buradan gidəndə qaldı 0,8 saniyə. Periodu 0,8 saniyədir. Deməli, burada gətirib bu düsturdan, daha sonra bu düsturdan k-nı tapsaq, hər tərəfi kvadrata yüksəldirəm, alıram t kvadratı bərabərdir 4 pi kvadratı vurulsun m böl k və buradan k bərabərdir 4 pi kvadratı m bölünsün, deməli, t kvadratına. 4 vurulsun. Pi kvadratının yerinə 10, m'in yerinə 120 qram, yəni 0,12 və bölünsün t kvadratı 0,8-in kvadratı da 0,64. Sürət məxrəci 100-ə vursaq, buradan alıram ki, 4 vurulsun 10 vurulsun 12, aşağıda da 64. Deməli, burada ixtisarlar aparsaq, 4-ə ixtisar aparsaq, burada qalır 16. Burada 4-ə ixtisar aparsaq 3, aşağıda da qalır 4. Yəni 30 bölünsün 4, cavab 7,5 Newton bölünsün metr. Sərtlik 7,5 Newton bölünsün metrə bərabərdir. Burada sadəcə deməli periodun düsturundan istifadə elədik. Düstura əsasən yazdıq t kvadrat bu ifadəyə bərabərdir və nəticədə k üçün bu düsturu aldıq. Və bunu tapmaq üçün də öncə yenə yolun düsturundan istifadə edib tapdıq ki, periodu 0,8-dir. Period tapıldıqdan sonra gətirib digər ifadələrdə də yerinə qoyuruq. Birinci qrupa aid 30 sual yekunlaşdı. İndi dördüncü qrupa aid situasiya sualına baxırıq. Deməli, klinikada həkim xəstəyə fokus məsafəsi 20 sm olan toplayıcı linzalı eynək təklif edir. Xəstə kitab səhifəsini linzaya 40 sm məsafədən 30 sm məsafəyə qədər yaxınlaşdırır. Xəstədə hansı göz qüsuruna malikdir? Cavabınızı əsaslandırın. Əslində bu, deməli, birinci qrupun sualı ilə eynidir. Ona görə yazırıq ki, xəstə uzaq görmə göz qüsuruna malikdir. Çünki bu qüsur olduqda kəsişmə torlu qişadan geridə alındığı üçün alınır və bunu aradan qaldırmaq üçün
Toplayıcı linzalı eynəkdən istifadə olunur. İstifadə olunur. İndi bu linzanın toplayıcı linza olduğunu o hardan bilirik? Çünki fokus məsafəsini müsbət verib. Toplayıcı linzanın fokus məsafəsi və optik qüvvəsi müsbət, səpici linzada isə fokus məsafəsi və optik qüvvəsi mənfidir. Məsələn, bunu burada təsvir eləməyə çalışsaq, qüsurun necə aradan qaldırıldığını burada təsvir edəcəm. Bu göz bəbəyi olsun. Və burada sadəcə kəsişmənin yerini göstərmək üçün bu qırmızı xətti qoyuram. Torlu qışa deyək ki, buradadır. Normal gözlə kəsişmə torlu qışada olmalıdır. Amma burada kəsişmə torlu qışadan geridə alınıb. Məsələn, şuaları göndərirəm. Bu şualar yetərincə sınmadığına görə, yəni normaldan az sındığına görə torlu qışadan geridə kəsişir. Bax, bu şəkil olaraq bizə verirsə uzaq görmə qüsurudur. Yəni torlu qışadan uzaqda alınır. Əvvəldə alınanda yaxın görmə, uzaq, geridə alınanda uzaq görmə deyirik. Bunu aradan qaldırmaq üçün toplayıcı linzalı eynəkdən, yəni müsbət eynəkdən istifadə edirik. Burada müsbət eynək taxdıqda, deməli, kənarları nazik, ortası qalın, belə bir eynək taxdıq. Bu şüaları daha çox sındırır. Daha çox sındırdığına görə kəsişməni gətirib çıxarır torlu qışaya. İkinci sualda. Burada deyir ki, linzanın optik qüvvəsini hesablayın. Fokus məsafəsinə baxanda, deməli, fokus məsafəsi f bərabərdir 20 santimetrdir. Linzanın optik qüvvəsini düz durun yazanda d bərabərdir 1 bölünsün f olduğuna görə buradan 1 bölünsün 0,2 cavab olur müsbət 5 dioptriya. 5 dioptriya bərabərdir. Toplayıcı linzanın həm optik qüvvəsi, həm də fokus məsafəsi müsbət olur. Növbəti sualda deyir ki, koordinat oxlarına uyğun kilometrlərin qiymətini göstərmək linzanın xətti böyütməsinin cisimdən linzaya qədər olan məsafədən asılı qrafikini qurun. İki hal verib bizə deyir ki, 40 sm məsafədən 30 sm məsafəyə qədər gətirdi. Deməli, bir dəfə yazıram D1 bərabərdir 40 sm. Buradan F1-i tapanda F1 bərabərdir F vurulsun D1, aşağıda D1 çıxılsın F, kəmətləri yerinə qoyanda 20 vurulsun 40, aşağıda 40 çıxılsın 20, bu bizə verir nə? Deməli, 40 santimetr. Yəni, böyütmə 1-ə bərabərdir. İkinci halda, ikinci qiyməti yerinə qoysaq, ikinci halda artıq D2 bərabərdir 30 santimetrdir. Belə olanda F2-ni tapanda F2 bərabərdir F vurulsun D2, aşağıdan F, daha doğrusu D2 çıxılsın F. Kəmətləri yerinə qoyanda 20 vurulsun 30, aşağıda 10. Bu da bizə verir 60 santimetr. Və birinci halda böyütmə nəyə bərabərdir? Birinci halda böyütməni tapanda Q 1-dir. İkinci halda böyütməni tapanda buradan yazıram F2 bölünsün D2. O da bərabərdir 60 bölünsün 30 və 2. Yəni 40 santimetrdə olanda xəyalı özü boydadır, 30 santimetrdə olanda isə xəyalı özündən 2 dəfə böyüdülmüşdür. Deməli, böyütmənin düsturunu burada ayrıca yazıram. Böyütmənin düsturu Q bərabərdir F bölünsün D-dir. Yəni, baxırıq ki, böyütmə cisim məsafəsindən tərs asılıdır. Cisimdən linzə qədər məsafədə, yəni D-dan tərs asılıdır. Ona görə Q-nın D-dən asılı qrafikini çəkəndə tərs asılığın qrafikini burada göstəririk. Və bu nöqtə 20 santimetr olanda, daha doğrusu bura, aha,
20 santimetr olanda, daha doğrusu 40 santimetr olanda 1'dir. Ona görə geridən çəkim. Bura 40 santimetr olsun. 40 santimetr olanda böyütmə 1'ə bərabərdir. Çünki özü boydadır. Buradakını da üzərində bir nöqtə götürüm. Çox yaxınlaşdırdım. 30 santimetrdə buralarda bir yerdə götürək. 30 santimetr olanda isə böyütmə 2'yə bərabərdir. Böyütmənin vahidi yoxdur. Bu düsturdan görürük ki, böyütmə məsafədən tərs asılıdır. Sadəcə, deməli, artdıqca azalır. Bunu nəzərə aldıq. Uzaqlaşdıqca, cisim linzadan uzaqlaşdıqca xəyalı başlayır kiçilməyə. Cisim 2 qat fokus nöqtəsində olduqda, yəni burada da 2 qat fokus nöqtəsi ilə 40 santimetr məsafədədir. 2 qat fokusda olanda xəyalı özü boyda olur, ona görə qığını 1 qoyuruq. Amma cisim 2 qat fokusla fokus arasında olanda, yəni 30 santimetrdə 30 santimetr 1.5 F-dir, xəyal özündən 2 dəfə böyüdülmüş alınır. 2 nöqtəyə uyğun qiymətlərini tapdıq, qrafikdə yerinə qoyduq. Ümumi sualların, yəni səviyyəsi çox da çətin değildi, amma fərqli suallar var idi. Bu sınaq həqiqətən OTK sualları daha çox qəbul yönümlü və fərqli idi. Hər birinizə uğurlar arzu edirəm. Qısa müddət qalıb çalışın ki, təkrarlarınıza diqqətli olasınız. Dediyim kimi, həmin videolardan da istifadə edə bilərsiniz. Sağ olun, növbəti videolarda görüşənə qədər.